Hər vaxtınız xeyir olsun. Kanalımıza xoş gəldiniz. Bugün kanalımızda toyuq filesindən dadı damağınızda qalacaq ləzzətli kotlet hazırlayacağım. Kotleti hazırlamaq üçün 300 qram file götürmüşəm. Əvvəlcə hissələrə bölürəm. Toyuq filesini blenderin qabına əlavə edib doğrayıcıdan keçirdirəm. İstəsəniz ət maşınında da çəkə bilərsiniz. Kotletə vurmaq üçün kök, 1 ədəd soğan və kartof götürmüşəm. Hər birini bu cür hissələrə bölürəm. Kök, kartof və soğanı blenderin qabına əlavə edib xırdalayıram. Əgər evdə blenderiniz yoxdursa, ət maşınında da çəkə bilərsiniz. Sonda kotletə su salmaması üçün tərəvəzlərin artıq suyunu azacıq süzürəm. Süzülmüş suyu atıram. Tərəvəzləri toyuq filesinin üzərinə əlavə edirəm. Əvvəlcədən doğradığım keşnişlə şüyüdü. 2 yemək qaşığı da suxarika əlavə edirəm. 1 ədəd yumurta, duz, iod, şirin çili biber tozu əlavə edirəm. Əlimlə yaxşıca qarışdırıram. Əti çırparaq qarışdırmaq lazımdır ki, ət özünü tam tutsun. Sonradan kotletlər açılmasın. Artıq gördüyünüz kimi kotletin əti hazırdır. Ətdən biraz götürüb una batıraraq əlimlə kotletə forma verirəm. İstəsəniz suxarikədə batırıb kotleti hazırlaya bilərsiniz. Yerdə qalan əti də eyni qaydada hazırlayıb boşqaba düzürəm. İsti tavanın içərisinə biraz duru yağ əlavə edirəm. Biraz da kərə yağı əlavə edirəm. Yağ tam qızdıqda qazın orta temperaturunda kotletləri düzürəm. Bir üzü qızardıqda digər üzünə çevirirəm. Çevirdikdən sonra çəngəllə üzərindən bu cür basıram ki, tərkibindəki artıq suyu tam çıxsın. Hər iki üzü qızardıqda tavadan götürürəm. Yerdə qalanları da tavanın içərisinə yerləşdirib pişirirəm. Kotletlərin yağında sonda zövqə görə kartof da qızartmaq olar. Kartofları bu cür doğrayıram. Doğradığım kartofların üzərinə duz, biraz da sarı kök əlavə edirəm. Kotleti pişirdiyim isti yağın içərisinə kartofları düzürəm. Bir üzü qızardıqda digər üzünə çevirirəm. Hər iki üzü qızardıqda yağın içərisindən götürürəm. Artıq gördüyünüz kimi toyuq filesindən kotlet, kartoşka qızartması hazırdır. Görürsünüz, çox ləzzətli görünür. Həqiqətən də çox dadlı alınıb, dadına doyum olmur. Hər kəsə bu üsulu mütləq sınamağı tövsiyə edirəm. Videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə değilsinizsə abunə olmayı unutmayın. Hazırlayacaq olanlara nuş olsun.